Rəsmi statistik göstəricilərə əsasən ölkə üzrə orta aylıq əmək haqqında nəzərə çarpacaq artım qeydə alınıb. İl ərzində orta əmək haqqı 8,1% yüksəlib. Bu artım xüsusilə sosial rifahın yaxşılaşdırılması baxımından mühüm göstərici hesab olunur. Maraqlıdır ki, əmək haqqındakı artım tempi ilin bütün dövrlərində eyni olmayıb. Belə ki, ötən ilin ilk 10 ayı ərzində artım tempi daha yüksək olub və bu göstərici 9,4%-ə qədər yüksəlib. Bu fakt onu göstərir ki, iqtisadi fəallıq və məşğulluq sahəsində müsbət dinamika müşahidə olunub. Hazırda isə diqqətlər 2025-ci ilin yekun nəticələrinə yönəlib. Məlumata görə nominal orta aylıq əmək haqqının illik artım faizi fevral ayının əvvəllərində rəsmi şəkildə elan ediləcək. İlkin proqnozlara əsasən bu artımın 9,2% səviyyəsində olacağı gözlənilir. Bu isə əmək haqlarının artım tendensiyasının davam edəcəyini deməyə əsas verir. Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, maaş artımı ilə paralel olaraq pensiya təminatı sahəsində də ciddi yeniliklər nəzərdə tutulur. Deputatın sözlərinə görə cari ildən etibarən ölkədə bütün növ pensiyalar indeksləşdirilərək artırılacaq. Bu qərar 10 minlərlə pensiyaçı üçün əhəmiyyətli sosial dəstək hesab olunur. Hazırda Azərbaycanda orta aylıq pensiya məbləği 540 manat civarındadır. Yeni indeksasiya mexanizmi nəticəsində bu məbləğdə pensiya alan vətəndaşların aylıq gəlirində təxminən 50 manata yaxın artım baş verəcəyi gözlənilir. Bu artım pensiyaçıların gündəlik xərclərini qarşılamaq imkanlarını müəyyən qədər genişləndirəcək. Bundan əlavə pensiyalarda nəzərdə tutulan artım təkcə növbəti aylara aid olmayacaq. Bildirilir ki, yanvar ayına düşən artım fevral ayının ödənişi ilə birlikdə pensiyaçıların hesabına köçürüləcək. Bu isə o deməkdir ki, vətəndaşlar artımı geriyə dönük şəkildə də almış olacaqlar. Proqnozlara əsasən 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat səviyyəsinə çatacağı gözlənilir. Yaşa görə pensiya alan vətəndaşlar üçün isə orta pensiya məbləğinin 629 manata qədər yüksələcəyi ehtimal olunur. Bu göstərici 2025-ci illə müqayisədə 7,9%-dən çox artım deməkdir. İqtisadçılar hesab edirlər ki, maaş və pensiyalarda müşahidə olunan bu artımlar əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, daxili bazarda canlanmaya və sosial rifahın yaxşılaşmasına müsbət təsir göstərə bilər. Xüsusilə də inflyasiya fonunda bu cür artımlar vətəndaşların real gəlirlərinin qorunması baxımından vacib sayılır. Qarşıdakı dövrdə rəsmi qurumların açıqlayacağı yeni göstəricilər maaş və pensiya artımlarının dəqiq mexanizmini və tətbiq tariflərini daha aydın şəkildə ortaya qoyacaq. Sosial sahədə gözlənilən bu dəyişikliklər artıq cəmiyyət tərəfindən diqqətlə izlənilir.